Sülh sazişinden sonra cevap gözleyen esas suallar, TİP ve diğer regional nakliyat elageleri nece maliyyələşdirecek? Bu çetinlikler hal olunmazsa Prezident Trump sülh teşebbüsüne marağını yitirebilir. Esas merhele indi başlayır çünkü real davamlı değişiklik için çok sayılı texniki, siyasi ve iktisadi meselelerin heli talep olunur. Müellifin fikrince sülh sazişi ratifikasiya olunursa ve TİP kimi maddeler reallaşarsa Cənubi Qafqazın geosiyasi mənzərəsi əhəmiyyətli şəkildə değişecek. Bu değişiklikler təkcə region daxilində değil, büyük beynəlxalq nəticələrə də səbəb olacak. Trump'ın təşəbbüsü Washington üçün yeni fürsətlər yaradır regionda daha fəal iştirak etmək üçün. ABŞ üçün növbəti adımlar ne olabilir? ABŞ regionda diplomatik mövcudluğunu genişləndirməlidir. Yüksək səviyyəli ziyarətlər artırılmalıdır. ABŞ bölgədə strateji məntəqələrdə diplomatik nümayəndəlikləri açmağa nəzərdən keçirilməlidir. Müəllif xüsusilə Qapan şəhərini vurğulayır. Ermənistanın Sünik bölgəsində yerləşən strateji məkan. İran burada artıq konsulluq açıb çünki Cənubi Ermənistanın regional nəqliyyat əlaqələrinin mərkəzinə çevriləcəyi aydındır.